Oyun 2. Mənə görə Şamil heç vaxt öz məqsədlərinə çatmayacaqdı. Əslində, plan hazırlamağı, düşməni öldürməyi, onu izləməyi, bunları düşməndən yaxşı bacarırdı. Amma hamısı məni fəlakətə doğru aparırdı. Cinayət aləmindəki dostların kəfənini hazırlayır, düşmənlərin isə qəbrini qazır. Yaxınlarınızasa yalnız ağlamaq qalır. Amma şükür eləyirdim ki, mənim hələlik bəxtim gətirir. Bax Murat, Bu nədir? indi sənə hardan çay tapım? Ətraf casusla doludur. Mən bunu eləyə bilmərəm. Başqa yolun yoxdur. O öz taleyini özü seçib. O hörmətli bir xanım idi. Sənin üçün hörmətli idi. Başqaları üçün yolunu azmış, qudurğanın biri idi. Tez ol görək. At görüm. Əslində vətəninə qayıdıb, həbsxanada insan kimi yaşaya bilərdi. Məncə hər kəs layiq olduğunu alır. Lalənin heç külü də qalmayacaq. Tərpən. Alo, Eşidirəm Nəzakət bacı. salam Şahnaz. Əleyküm salam. Nərgiz bacının nömrəsini göndərərsən? Yaxşı, indi sənə göndərərəm. Çox sağ ol. Eşidirəm. Alo, Bəli, kimdir? salam əleyküm Nərgiz bacı. Əleyküm salam. Mənəm, Nəzakət. Nəzakət? Hansı nəzakət? Mən tanımadım. Səmərqənddən. Hə, Sizdə işləyirdim. Yadınızdadır? hə, yadıma düşdü. Siz sex açmaq istədiyimi deyəndə mənə məsləhət verəcəyinizi demişdiniz. Sən hələ də o fikirdəsən? Bilirsən, bu iş ən az 30 milyona başa gələcək. Pul tapmışam. Doğrudan? Sizdən məsləhət alıb işə başlamaq istəyirdim. Əslində səxi bağlamışam. Əgər istəyirsənsə mənim maşınlarımı ala bilərsən. Mən indi ərimin biznesi ilə məşğulam. Doğrudan? Hə, Mən indi gələ bilərəm? əlbəttə gələ bilərsən. Amma mən biraz uzaqdayam. Əgər fikrin ciddidirsə, pulla gəlsən, işdən çıxa bilərəm. Onda evə deyib gələrəm. Yaxşı. Mən sənə ünvanını göndərirəm. Oldu. Hələlik, görüşənədək.
Alo. Kart oynadığınız yerdə niyə sakitlikdir? Cəsədi götürdük. Mənə qətiyyən problem lazım deyil. Cütlük və Amerikalı hardadılar? Yanımda. İstəmirəm ki, onlar sənə problem yaratsınlar. Bəs yaltaqlandın. Biz danışmalıyıq. Sən gəlirsən? Gəlirəm. Ünvanı de. Yolda birindən telefon alıb zəng eləyərsən. Onda deyərəm. Bu telefonunuzu artıq müəyyən eləyiblər. Müəyyən eləyiblərsə niyə telefonla danışırdın? Axmağın biri. Niyə yas yerindəki adamlar kimi durmusunuz? Hə, düzdür. Milyonçu qumarbaz qadının yasıdır. Yazıq. Birbaşa cəhənnəmə yollandı. Nə vaxt gedəcəyik? Şamil də elə bu məsələyə görə bura gəlir. Qərarı o verəcək. Telefon? Yəqin burada qalan qızın telefonudur. Sakitlikdir. Nə əcəb hələ gəlmir. Osman? Doğrudan odur? Lalə, mən sağam və azadlıqdayam. Telefon nömrəni yaz. Sənə şad xəbərim var. Bu xilas üçün son çıxış yoludur.
Telefon nömrəmi qoyub gedəcəm. Əgər son çarənin yeni fəlakətlərə səbəb olmayacağına əminsənsə, onda zəng elə. Alo? Eşidirəm. Nə demək istəyirsən? O nə deməkdir? Of, sənin mesajını başa düşmədim. Mən ona ərə getməyəcəm. Anama da dedim. İndi Daşkənddəyəm. Evimə gəldim. Yaxşı. Gəlirsənsə lap yaxşı. Səbirsizliklə gözləyirəm. Amma bil ki, toydan yox, iş haqda danışacağıq. Yaxşı. Sən eləsən axı. Mən də darıxıram. Yaxşı, oldu. Necə istəyirsən. Sağ ol, əzizim. Estağfirullah. Sen kimsen? Sen ruhsan bacı. Sən burada yaşayan qızsan? Hə, Sənə mənim haqqımda deməyiblər? of, məni qorxuttun. Deyiblər. Amma fikirləşirdim ki, gəlişim barədə mənə deyəcəklər. Adın nədir? Nəzakət. Bəs sənin? Dedilər ki, adımı soruş. Yox. Təlimatları izah elədilər. Axı hansı təlimatları? Sənə niyə pul verdilər? Hə, onu deyirsən. Bütün şərtlərə əməl eləyəcəm. İnanın bacım. Sadəcə indi səni qəflətən görüb özümü itirdim. Bura kimi çağırdın? Bayaq, telefonla. Hə, o istədiyim oğlandı. Amma onu bura çağırmamışam. Ondan parkda ya da restoranda görüşəcəm. Mənim barəmdə heç kimə, heç bir halda heç nə deməməlisən. Hər şeyi izah eləyiblər. Pulu boş-boşuna almamışam. Hə, yeri gəlmişkən, mənim pulum buradadır. Onu götürməyə gəlmişəm. Biznesə başlamaq istəyirəm. Ona görə də pul lazım idi. Əvvəlcədən deyirəm. Sən təhlükəli yol seçmisən. Nəsə danışsan, nəticəsi pis olacaq. Sir saxlaya bilirəm. Narahat olma. Çox narahatam. Məni televiziyada itkin düşmüş və axtarışda olan qadın kimi göstərə bilərlər. Elə bugün başqa ev tapacağam. Səni narahat eləməyəcəm. Burada qala bilərsən. Qonşular, sahə müvəkkili ya da başqa bir adam evdə kiminsə olduğunu bilsə və qapını döysə, sən çıxarsan. Bildim, başa düşdüm bacı. Mən sənə pul verən adamın ikinci arvadıyam. Onun məşuqəsi deyiləm. Boşanmışıq. O gedəcək, mənsə tək qalacam. Başa düşdün? Hə, Nəsə işin varsa gedə bilərsən. yaxşı. Axşam gələcəksən? Hə, gələcəm. Mən qızların sir saxlaya bildiyini hələ eşitməmişəm. Bu məsələdə dünyada birinci ola bilərsən. Dayan. Özünə inanmırsansa indidən de. Özümə inanıram. Bu pulla yeni həyata başlayıram. Köhnə həyatımı dəyişmək üçün hər şeyə hazıram. Hələlik.
Kimdi? Aç qapını. Geldi. Niye gitmemsen? Bu vaziyet uzun sürmeyecek. O ikisini axtarırlar. Mən hələ Amerikalı haqqında heç nə deyə bilmərəm. Səni bugün həbs eləyəcəklər, 100%. Sen vaxt itirirsen, izahata ihtiyaç yoktu. Neyniyəcəksən? Amerikalı yoxa çıxsa, Catherine'in ölümü sirr olarak kalacak. Onda problem nedir? 3 günde həbsxanada kalmayacağım. Ama bu ikisi, xüsusilə də qadın Catherine'in ölümünü sir saxlayabiləcək. Meyit hanı? Vəsiyyəti yerinə yetirildi. Külü çaya yox, ona layiq bir yerə səpildi. Kimin əmrini yerinə yetirirsən? Sən nə demək istəyirsən? Sən bunu mənim üçün eləmirsən. Sənin nəsə planın var. Məkirli, hiləkar və sonda sənin ölümünlə bitəcək bir plan. Boş yerə mənə ilişmə, dostum. Lalə mənim yerimdir. Mən sənin adam öldürməyini sir kimi saxlayıram ki, o tezliklə qurtulsun. Bunlar Lalə üçündür. Sənin üçün yox. Yaxşı. Səndən lap axırda danışacağam. Şamil, ona ehtiyac yoxdur. Çünki mən hər şeyi başqa cür həll eləyirəm. Qarışma. Sənin planın müvəqqətidir. Tezliklə əskərlər burada olacaqlar. Diqqətlə mənə qulaq asın. Bugün Lalə ilə Türkiyəyə uçuram. Oradan Latın Amerikasına keçəcəm. İndi isə fikirləşin, niyə bu planı sizdən gizlin saxlamıram? Çünki ölülər danışmır. Sən sözünü pozaraq bizi öldürmək istəyirsən. Elədir? Onun sözlərində həqiqət var. Mənə şahid lazım deyil. Cəhənnəmdə yanacaqsan. Gərək dini əvvəldən xatırlayaydın. Artıq gecdir. Şamil, mən elə bilirdim ki, biz razılaşmışıq. Silahı sənə kim vermişdi? Öz qulaqlarınla eşitməyin üçün ayrıca soruşdum. Ərin Rusiyalı qumarbazın göstərişi ilə məni öldürmək istəyəndə ayağından güllələdim. Amerikalı qadının sifarişini yerinə yetirdiyi üçün onu alnından vurmalıydım. Onu öldürmə. Onu öldürməyəcəm. Birincisi, bugünkü hadisələr sir olaraq qalmalıdır. İkincisi, arvadını necə öldürdüyünü deməlisən. Qoy Dilruh eşitsin. Danış, yoxsa ölmək istəyirsən. Bacana dedim ki, onu kimsə çağırır. Çıxmayacağını deyəndə məcbur elədim. Vəssalam. Öləcəyini düşünmürdüm. Dəli olacağını gözləyirdim. Dilruhdan xoşun gəldiyi üçün evləndin? Səhvimi gec başa düşdüm. Fikirləşdim ki, uşaqlarıma yalnız Dilruh analıq eləyə bilər. Məni bağışla. Bacının öləcəyini bilmirdim, inan mənə. Eclaf. Amma ürəyində ümid eləyirdin. Elə deyil, yox. Sən bacımın axırına çıxmısan. O ölməyə də bilərdi, Dilruh. Taleyi beləymiş. Ey, hayküy salma. Söz güləşdirmək üçün başqa yer tap. Daha bunlarla danışılacaq bir şey qalmadı. Sənin üçün xüsusi təklifim var. Tərpən.
Hə? Əgər cinayət yoluna girmisənsə, qorxma. Qorxursansa, onda niyə belə başından böyük işlərə baş qoşursan? Sən nə demişdin, mən də elədim. Görürəm ki, eləmirsən Marta. Gedəcəksən, getməyəcəksən məni maraqlandırmır. Əgər mən istəsəm, onsuz da öləcəksən. Ananı bugün tapacağıq. Ona heç nə olmayıb. Mənim anam pis qadın deyil. Bilirəm. Amma böyüyəndə başa düşəcəksən ki, qanunlara da tabe olmaq lazımdır. Bizdən incimə balaca. Çox sağ olun. Dayıcan, salam əleykum. Aleyküm salam. Necəsən? Yaxşıyam. Pərviz, qorxma. Mən buradayam. Yanındayam. Hər şey yaxşı olacaq. Dayıcan, anam yoxa çıxıb. Onu hər yerdə axtarırlar, amma tapa bilmirlər. Taparıq bacaoğlu, taparıq. Nənəm gəlmədi? O sabah gələcək. Bilirsən ki, nənən uzaq yola gedə bilmir. Anamla birlikdə Səmərqəndə getmək istəyirəm. Anan gəlsin, hamımız birlikdə gedərik. Öz evimizdə yaşayarıq. Razılaşdıq bacaoğlu. Hə. Amma uzatma. Bu sənin son sözündür? Harda olmağından asılı olmayaraq Amerikada, Avropada, hətta Rusiyada da səni öldürəcəklər. Düşünürsən ki, hamıya qalib gəlmisən, amma yalandır. Bu yeni bir şey deyil. Vacib məlumat da deyil. Mənim başqa məlumatım yoxdur. Var. Yaxşı fikirləş. Mən nəyi bilirəm? İndi tətiyə bassam, öləcəksən. Mən də səni öldürmüş qan içənə çevriləcəm. Tətiyə basmasam, yaxşılığa yaxşılıqla cavab verə bilərsən? Mən yaxşılıq eləməyi bacarıram. Deyəcəksən ki, cadügər Ketrin ölməyib, qaçıb gedib. Yalnız onda cəsədini yandırdığın üçün cinayət məsuliyyətindən azad olacaqsan. Razıyam. Səni bura göndərən agentə de ki, Ketrin bir neçə gündən sonra sənlə əlaqə saxlayacaq, yaxşı? Əgər əlaqə saxlamasa, O öldü. Təbii ki, əlaqə saxlamayacaq. Amma sən Ketrini gözləyən agent üçün yenidən faydalı insana çevriləcəksən və kəşfiyyatın səni ABŞ-yə təxliyə etməsi daha asan olacaq. mən Amerikaya gedib sənə işləyəcəm. Düz başa düşdüm? Sən mənim nəyimə lazımsan? Sadəcə hamını Ketrinin sağ olduğuna inandırmalısan, vəssalam. Sonra mənə lazım deyilsən. Mənə inan. Səni yenə sağ buraxacam. Qadınları öldürmək mənim üçün asan deyil. Bir də heç vaxt gözümə görünmə. Get. Bacın oğlu böyük oğlan olub. Qoy biraz otursun. Otur. Biz o bir otağa keçəyik. Eşitdin? Hə. Biz danışıb birazdan gəlirik. Gəl.
Anacan. Dünyanı qara rəngə mən boyamamışam. Mən yalnız qara rəngə boyanmış ailələri dağıdıram. Filosofluq eləmək lazım deyil Şamil. Bunlar barədə fikrini de. Vaxtımız azdır. İstintaqda Ketrin məsələsinə çatanda danışmağı dayandırın. Neyniyəcəyini bilən insanın ömrü uzun olur. Yaxşı. Neynəməliyəm? Niyə susursuz? Osman? Salam aleyküm, bənzərsiz Lalə xanım. Gözləmirdin? Amma demək ki, Daşkənddəyəm, inanmaram. Daşkənddəyəm. Bəzi şeylər eşitdim. Xoş xəbəri telefonla verim, yoxsa görüşək? De. Amma xeyir olmayacaq. Sənə vətəndaşlıq və ömürlük sığınacaq verildi, möhtərəm xanım. Nə Amerikada, nə də Avropada. Amma sən ora oğlunla getməlisən. Hansı ölkədir? Əvvəlcə mənə de görüm. Balut haqqında eşitmisən? Eşitmişəm. Fars körfəzinin ərəb ölkələrinin milli oyunudur. Hə, belə bir kart oyunu var. Qadınlar da iştirak eləyə bilər. İndi tap görüm, hansı şeyxin sarayına gedirsən? Bütün qaranlıq günlərin geridə qaldı. Keçmişi yaddan çıxart. Əlbəttə, Şamili də həmçinin. Mən sənə elçi gəlmişəm. Bacın Şamillə görüşüb. Necə? Təxmin eləyirik ki, onlar indi bir yerdədirlər. Bu necə ola bilər? O Şamil indi xaricdə deyil ki? Yox. Əgər Lalə zəng eləsə, onu yola gətir. Axmaqlıq eləməsin. Heç yerə qaça bilməyəcək. Qaçsa hara qaçacaq ki? Başa düşmürəm, niyə yenidən cinayətkara qoşulub? Bu Şamilin işidir. Bir sözlə vəziyyət ağırdır. Qaçmağa cəhd eləsə ya da müqavimət göstərsə, xüsusi təyinatlılar onu güllələyə bilərlər. Kimi? Şamil beynəlxalq axtarışda olan peşəkar qatildir. Heç kimə güzəştə getmir. Yəni döyüş olacaq. Mən bacının döyüş meydanında olmağını istəmirəm. Yox, yox. O bacımı zorla aparmaq istəyir.
Lalənin döyüş meydanında nə işi var axı? Amma elə görünmür, qardaş. Sənin telefonundakı əlaqə nömrələrini götürəcəyik. Buyurun, götürün. Amma bacın sənin tanışlarına zəng eləməz. Küçədə kiminsə telefonunu götürüb, yanındakı adama zəng eləyə bilər. Yox, bacım belə eləməz. Mən bilirəm ki, o cinayətkar deyil. O şəraitin qurbanıdır. Amma onun yanındakı adam peşəkardır. Özünü ələ al, qardaş. Əgər bacın xaricə getsə, biz onu həmişəlik itirəcəyik. Elə siz də, biz də. Bu baş verməməlidir. Bacın oğlunun yanında ol. Evdə də, blokda da, küçədə də bizimkilər növbə çəkirlər. Yaxşı. Bacın yeganə oğlunu atıb getməz. Amma uşağın dalınca Şamil gələ bilər. Atışma çox güman ki, başqa yerdə yox, elə burada olacaq. Bacım zəng eləsə onunla danışacağam. Nə olursa olsun onu razı salacağım. Bəs birdən zəng eləməsə? Allaha dua eləyək ki, zəng eləsin. Zəng eləməsə, biz nəticələrə görə məsuliyyət daşımayacağıq. Başa düşürsən? Kimdir? Tanışdı. Səs ucaldanı qoş və danış. Alo, salam əleyküm. Mən indi məşğulam, sonra zəng eləyərəm, yaxşı? Yaxşı Bəhram. Onunla niyə normal danışmadın? Çox narahatam. Mənə, anama, bacım oğluna Lalə sağ lazımdır, qardaş. Əgər anam eşitsə, bu bəla hardan gəlib çıxdı axı? Bacın bizə də sağ lazımdır. Dua eləyirəm ki, hər şey qanun çərçivəsində olsun. Əks halda... Çıxın və 1 saatdan sonra evinizə gedin. Əgər polisə qaçsaz, mənə heç nə olmayacaq. Amma 100% sizə olacaq. Serial Space televiziyasının sifarişi ilə dubləş olunub. Adətən həmişə əksinə olur. Laləni aparanları mən özüm məhv eləyirəm. Əgər onu aparsan mənə pis olacaq. Axı nə vaxtadır ki, Laləni qumardan uzaqlaşdıracaqsan? Ömür boyu. Bu məsələni hər tərəfli araşdırdım. Bu ən düzgün yoldur. Vacib bir şeyi unutmuşam. Bir dəqiqəlik çölə çıxaq. Şamil səni tanıyır. Bilmirəm, məncə tanımır. Şamil səni tanımasa güllələyə bilər. Vəziyyət pisdir. Mən güclə xilas oldum. Tez bir vaxtda məni buradan çıxarmalısan. Halal qazanılmış pul bastırılmır. Haram pulun isə heç kimə lazım deyil. Atışmanın ilk dəqiqəsində səni öldürəcəklər. Oyun serialı Space TV'de.